Mənim 6 yaşım olanda gecə yarısı böyük qardaşım Əhməd məni oyadıb diqqətlə qulaq asmağımı istədi. Aşağıdan anamızın səsini eşidirdik. Adlarımızı sakitcə pıçıldayırdı. Amma Əhməd əminliklə deyirdi ki, bu bizim anamız deyil. Ona inanmadım, amma pilləkənin qapısına yaxınlaşıb qulaq asarkən səsi daha aydın eşitdim. Cəsarətimi sübut etmək üçün qapını açıb baxmağa qərar verdim. Pillələrin dibində, qaranlıqda bir qadının siluetini gördüm. O da məni gördü və sakit səslə dedi, "Balam, aşağı gəl." Dəhşət içində donub qaldım. Bu, anam deyildi. Qapını çırpıb kilidlədim və Əhmədin yanına qaçdım. İkimiz də titrəyirdik. 3-ə qədər sayıb var gücümüzlə qışqırdıq ki, valideynlərimiz oyansın. Onlar qaçaraq otağa girdilər. Atamız əvvəlcə əsəbləşdi, amma bizi o halda görəndə ciddi şəkildə qulaq asmağa başladı. Anamız and içdi ki, səs ona aid deyil. Qadının necə göründüyünü soruşdu, amma qaranlıqda üzünü görə bilmədiyimizi söylədik. Bu vaxt atamız aşağı düşüb, naməlum qadını axtarmağa başladı. Bir müddət sonra qapı zəngi çalındı. Pəncərədən baxanda həyətimizdə bir polis maşını gördük. Amma valideynlərimiz heç vaxt bizə gələn qadının kim olduğunu demədilər. İllər sonra soruşanda da sadəcə təsadüfi bir yad adam olduğunu söylədilər. Bəs o, bizim adlarımızı haradan bilirdi? İndiyə qədər valideynlərimizin həqiqəti bizdən gizlətdiyinə inanıram.